Salam, belə bir suala baxaq. Alkadiyen tam reaksiyaya daxil olduqda içərisində bromlu su olan qabın kütləsi 13,5 qram artır. Bu alkadiyen molekulunda olan karbon atomlarının sayını müəyyən edin. Biz görürük ki, kənarda bizə verib 0,25 mol alkadiyen bromlu suya daxil edilir. Və 0,25 mol alkadiyen əgər reaksiyaya daxil olarsa 13,5 qram artım olmuş olur. Bəs biz görək 1 mol alkadiyen reaksiyaya daxil olsa nə qədər artım olur? 1 milik nə qədər olur? X. X də bərabərdir 13,5-i 0,25-ə böldükdə tapırıq 54. Demək, artıma səbəb olan alkadiyen idi. Çünki alkadiyen bromlu su ilə reaksiyaya daxil olan zaman orada sərf olunma baş verir, artım olur. Demək, 54 alkadiyenin kütləsiymiş. Alkadiyenlərin ümumi formulu CnH2 çıxılsın 2-dir. Və buradan Mr bərabərdir 14-dən minus 2-yə, bu da 54-ə bərabərdir. Tapırıq ki, N də bərabərdir, 14-dən bərabərdir 54 üstə gəlir 2, 56, N də bərabərdir 4. Formulumuz C4H6 imiş. Bizdən də istəyir ki, alkadiyen molekulunda karbon atomlarının sayını müəyyən edin. Karbon atomumuzun sayı 4 dənədir. 20-də olacaq B variantı.